Məkkədə idim, deyir, həcc ziyarətində. Deyir, bir dənə ərəbin Kəbənin Kəbənin parçasından yapışıb dua eləyirdi, ağlaya-ağlaya. Onun bir duası mənim fikrimi çəkdi. Belə ağlaya-ağlaya deyir, belə dua ki, məni də ağlatdı, deyir. Bunda danışanda da ağlaya-ağlaya danışır. Alim. Şeyx Hüseyn Ənsariyan danışır. Deyir ki, yapışıb parçasından Kəbənin ağlaya-ağlaya deyir ki, ilahi, əgər özündən yaxşısı varsa səndən yaxşısı, ünvanını ver gedim qapısına. Avam adamdan nə yaxşı münacatdır. Deyir, özündən yaxşısı var, səndən yaxşısı varsa, ünvanını göstər, gedim onun qapısına. Deyir, yox, əgər ən yaxşı sən özünsənsə, dərdimə dərman elə. Dərdimə dərman elə. Mənə həcc qisməti olub gəlmişəm. Səndən də yaxşı qapı tanımıram. Sən yaxşısan, öz yaxşılıqla uyğun davran. Mənim pisliyimdən nə işin? Allah'ım xoş gəlir belə danışanda. Belə duaları tez qəbul edir.